Salam əziz abituriyentlər. Qaldığımız yerdən davam edirik. 169-cu sualda qalmışdı. Daxil edilən sətirdəki İngilis əlifbasının hər bir böyük və kiçik simvollarının sətirdəki indeksləri ilə əvəz edən proqram yazın deyir. Demək, misal üçün, belə bir sətir daxil etmişəm, tutalım. Birincisi, hızlı yazmayalım. Tutalım ki B, A, ne bileyim, e, yazaq 7, tutalım Z, D. Yani burada B'nin indeks nömrəsi içəridə 0, A'nın indeks nömrəsi 1, 7 böyük və kiçik hərflərin arasına düşmür. Yəni bir A'dan Z'də kimi böyük hərflər, bir də A'dan Z'də kimi kiçik hərflərin arasına düşənlərindir indeks nömrəsi ilə əvəz edir. 7 bu aralığa düşmədiyinə görə özü qalacaq. S'nin 0, 1, 2, 3 əvəz olunacaq. Bu da nədir? 4-dən əvəz olmuş olacaq. Yəni, indi bunun bir proqramını yazaq. A bərabərdir tam input. Klaviaturadan nədir? Daxil etdik. Sonra bir dənə boş sətir daxil edirəm. Gəlib deyirəm ki, bu sətirdə for in range 0, 0, len A uzunluğuna kimi davam etsin. Və desin ki, əgərləri böyük A ya da belə deyək, sıfırıncı limit. Sıfırıncı limit, yəni A'nın sıfırıncı elementi böyükdürsə və bərabərdirsə A'ya və A'nın sıfırıncı elementi kiçik bərabərdirsə Z'dən, sonra dedi kiçiklər o qoyuram və ya bu ifadəni sadece burada küçük çevirsin. Küçük A, bu da küçük Z olarsa onda neylesin? S'in üzerine gelsin. S plus setir iğne. Setir iğne. Else nədir? Özü qalsın. S plus S A I print ne olsun? S. Çalıştırma programımızın tam yazmışım. Az 4 ben burada dediğim şey yazdım. İyi olmalı burada. Çünkü her defa kıymetleri değişir. Sıfırıncı limit, birinci limit. Ben sadece burada dediğim için yazmıştım. Ağzı, evet. Nerede bu kastettim?
içersin. İçersin. Seç. İçersin. İçersin. A sıfırıncı element, Z birinci element 4 olduğu için mıraldı 3, bu da 4. Çalıştırdım. Bezdeki sizi sefir ettim. Yayıncı almalıyız. Burada A satır tipinde olduğu için yani A burada dahil ettiğimiz biz azıdır. A'da burada A'nın satır tipinde götürür. Ve burada da gelip A'ya beraber olmakla bakır. Keçirik növbəti sualımıza 170. suala. Klaviaturdan bir boşlukla ayrılmış müxtəlif uzunluqlu sözler daxil edilir. Sətirdə simvolların sayını ən çox olan ikinci sözü çap edir. Misal üçün, daxil etmişəm, tutalım ki, anam, vətən, qənd, ana, vətən və qənd. Burada 3 simvoldan ibarətdir, burada 5 simvoldan ibarətdir, burada da 4 simvoldan ibarətdir. Mənə deyir ki, sətirdə simvolların sayı ən çox ikinci sözdür. Yəni mən bunu içərisində ən böyük ikinci söz nədir? Vətən sözdür. Bunu çap etmək üçün bir proqram yazacağım. Yəni ilk başlanğıc olaraq mən bir qiyməti sıfıra mənimsədəcəm. Sonra bir bu sözlərə baxacağım. Onun uzunluğu sıfırla müqayisə edəcəm. Əgərləri uzunluğu sıfırdan böyükdürsə, onda sıfırıncı qiyməti unudacaq və yeni qiymətin əvəzi olacaq. Tabii ki, tutalım deyim, bir M-i sıfıra mənimsətmişəmsə, bu sıfırdan böyük olarsa birinci söz və ya da sıfırıncı söz, bu M yeni qiyməti unudacaq, tutalım eləyəcək, üçüncü qiymət, 3'e beraber eləyəcək. Bu formada devam edeceğim. Yani programımızı yazalım. A beraber de input klavyaturadan her hansı bir degen boşlukla ayrılmış muhtelif sözler. Input split edək bir siyahıya çevirək. Ondan sonra en beraberdə 0 yazıram və bir dənə söz yazıram. Söz bərabərdir. Boş sətr. Gəlir deyim ki, for, in, a, bir burada gəziş. Əgərləri len, i, len, i'nin uzunluğu m'dən böyükdürsə, onda m beraber olsun len i'ye. Len i'ye sözde beraber olsun hemen bu i'ye. Print ne söz. Çalıştıralım. Misal için anam. Sonra ne yazmıştım? Bəyəqları vətən və qənd sözlərini daxil etmişəm. Çalıştırıram. En büyük ikinci söz ne oldu? Vətən oldu. Tutalım içində. Baxaq, yeni çalıştırıram. Alman, armut, nar. İkinci böyük söz ne oldu? Armut. Demek bu formada da bunu çalıştırabilirsiniz. Veyahut da sort edip de
bir siyahı tipində də etmək mümkündür. Apple etməklə də mümkündür. Elə bilirəm ki, bu daha əlverişli bir proqramdır. Keçək növbəti sualımıza. 171-ci suala. 171-ci sualda deyir, klaviatur arasında bir boşluq daxil edilmiş sətirdə ən çox təkrarlanan söz. Tutalım ki, bir siyahı vermişik. Ne bileyim, alma, armut, nar, alma, təzədən armut, ne bileyim, təzədən yine birdən də alma, nar. Misal üçün, belə bir sözlər vermişik. Burada en çok tekrarlanan sözü çap eden bir program yazmalıyız. Bunun için ne edecek? Bizim nədir? Saymaq üçün count metodu var. Count metodundan istifadə edərək biz bu proqramı yazaq. Yazdıqca proqramın üzərində izah edəcəm. Tutalım ki, yenə də A bərabərdir, input. Input daxil edəndən sonra gəlirik, bunu yenə split edirik. Boşluğa görə böldük. Dedim, split edirik. Ondan sonra gəlirəm, deyirəm ki, misal üçün, həmin siyahıda birinci elementi götürək. Tam ki, B bərabərdir. A, count, A sıfırıncı element. Sıfırıncı element. A sıfırıncı elementi götürdük. Bir de başka bir dəyişəni götürdük. Həmin A sıfırıncı elementə mənimsədirik. A sıfırıncı elementə mənimsədirik. Sonra gəlirik həmin nədir? Listə gəlişirik. Sonra deyirəm ki, əgərləri B kiçikdirsə A count İ'dən bir onları götürdük. Əgərləri kiçikdirsə onda B bərabər olsun həmin A count İ'yə. Və yaxşı o lem funksiyası kimidir. C də bərabər olsun nəyə? İ'yə. Yəni B gəldi, götürdü A sıfırıncı elementin sayı içirilsin. Sonra da C bərabərdir A sıfırıncı elementə. A sıfırıncı elementimiz nəsə həmin sözə bərabərdir. Bir həmin siyahıda gəzişirik və gəlirik B-ni, B sayı neçədirsə, tam 2-dir, 5-dir, 3-dir, kiçikdirsə A count I. I hansı sözdür? Birinci sözdür da. Birinci sözün sayından kiçikdirsə, onda ne etsin? B'ni bərabər eləsin həmin kiçiyə. C'ni də bərabər eləsin həmin sözə. Burada da print edək. Print edirik nəyi? C'ni. Çalışdıraq bir problemimiz var mı? Yox. Tabii alma, armut, nar, alma, heyva, böyle bir şey yazıram da almayız. Çalışdırırıq. Baxırıq ki, nədir? Ən çox istifadə olunan sözümüz nədir? Alma. Təkrarlanan daha çox söz alma. Keçirik 172-ci suala. Klaviaturadan daxil edilən en sayda tam ədədlə ibarət siyahıda ən böyük mənfəət edilə, ən kiçik müsbət ədədin cəmini müsbət olub olmadığını müqayisə edəcək. Tam ki 5 dənə bir ədəd birinci daxil edirik.
Hər hansı bir boş siyahı götürəcəm. Tutalım ki, A siyahısı boş götürürəm. Bu ədədləri, bu 5 dənə, 1, 2, 3, 4, 5, 5 ədədə daxil edirəm bu siyahıya. Sonra bir müraciət edirəm bu siyahının elementlərinə. Elementlərinə müraciət edirəm və deyirəm ki, əgərləri bu element sıfırdan böyükdürsə, yəni tutalım ki, -5 sıfırdan böyükdürsə, bu nədir? Müsbət. Əgərləri kiçikdirsə, demək nədir? Mənfidir. Onda yeni bir dənə tam B boş siyahını, bir də C boş siyahısı götürürəm. Tam bura müsbətləri daxil edirəm. Burada mənfiləri daxil edirəm. Və baxıram, ondan sonra mənfidir, mənfiyə əpond eləyirəm, müsbətsə müsbətə daxil edirəm. Ondan sonra bunlar müsbətlərin içərisində baxaq, ən böyük, mənfilərin içərisində ən böyüyü, müsbətlərin içərisində ən kiçiyini götürüb cəmləyirik. Sonra həmin o cəmində müsbət və ya mənfi olmasına baxaq. Gəlin də proqramda bunu yoxlayaq. Ədədimizi daxil edirik, yəni sayımızı daxil etdik. Input. Ondan sonra bir dənə boş siyahım, A bərabərdir boş siyahı. Sonra müsbət yazar, yazar müsbət. Müsbətlər üçün bir siyahı, mənfilər üçün bir siyahı. Sonra gəlir for, in, for, in, range, sıfırdan inə kimi, base siyahısına append edək, input ədədlərimizi daxil edirik. Daxil edəndən sonra gəlirik həmin siyahıya bir baxırıq. For in B-yə bir baxırıq. Sonra deyirik ki, əgərləri i böyükdürsə sıfırdan, yəni müsbətsə, onda müsbət nöqtə append nəyi? İyni əlavə müsbətsə append edirəm. Elif i kiçikdirsə sıfırdan, i kiçikdir sıfırdan. Onda mənfi append iş bitəndən sonra gəlirik əgərlərin minimum, bir dəqiqə nəyi minimum demişdim sən? Ən kiçik müsbət. Müsbət üstəgəl maksimum mənfi bunun böyüksə sıfırdır.
Onda birinci neyi? Müsbet. Neyse renk müsbet. Bu da neymiş? Çalıştırarak 5. Manfi 5 burada olanları yazacağım. 3, 2, 3, 2, menfi, menfi 7 desem bir de 9'uydu. Bir de 9. Ne çıkarttı bize? Bakalım. Müsbet değil. Demek programımız nedir? Doğru işlenmiş olur. Yani asaltım. Ədədlərimizi daxil edirik bu boş siyahıya. Sonra həmin siyahıya bir-bir baxırıq. Sıfırdan böyüksə demək bu müsbətdir. Müsbətləri fond edirik. Kiçikdirsə mənfiləri fond edirik. Sonra müsbətlərin minimumu, mənfilərin maksimumuna cəmləyirik. Sıfırdan böyüksə müsbət, kiçiksə mənfi kimi götürmək olar. Keçək növbəti sualımıza, 73-cü suala. Klaviaturadan daxil edilən sətirdəki böyük hərf simvollarının sayını kiçik hərf simvollarının isə özlərini çap edir. Yəni, böyük, böyük. Böyük hərflər nədir? A-dan Z-ə kimi. Yəni, sətirdə bir-bir müraciət edəcəm sətirimə. Əgər sətirdəki hərf A-la Z-in arasında düşürsə, onları bir-bir artıracağım. Əgər kiçik hərf simvollarınsa, onların da özlərini çap edəcəm. Baxalım. Gəldik, en bərabərdir. A bərabərdir, include. Daxil etdik. Sonra saymaq üçün bir K verirəm. K bərabərdir 1. Və mənə deyirdi ki, özlərini çap eləsin. Onun üçün bir siyahı tərtib edirəm, boş siyahı. Sonra gəlirəm for, in, a, həmin sətrə bir-bir müraciət edirəm. Deyirəm, əgərləri həmin i kiçik, böyük bərabərdirsə A-dan və i kiçik bərabərdirsə Z-dən onda onu neynəsin? Saysın. K bərabərdir. K plus 1. Elsi deyək, Elif deyək. Elif bir dəqiqə. Kiçik hərf olursa özlərini çap eləsin. Elif. Bunu buldum. Kopyaladım. Bunları da neyi kiçikdirsə onda ne etsin? Gəlsin, özünü çap eləsin. Özünü də neyin edəcəm? Bu B siyahısına əlavə edəcəm. B nöqtə Apple nəyi? İğni getsin, əlavə etsin. Dövr bitəndən sonra K
Kan neydi? Sayıydı. Print. Print etsin. Neyi? Hemen o sayı. Print etsin. Bir de özün deyirdi. Bir de özlerini çap etsin. Özlerini. Print. Print. Bir de yazıram. Print. Ne? Kap. Çalıştıralım. Ee, A, Z, A, enter bura. Kiçik hərflərin baxın. Özünü, zı, bir də böyük hərflərin sayını. 1, 2, 3. 3. Kanunla burada birdən başlatmışam. Ona görə 4 çıxdı. Kanı başladı ve sıfırdan başladı. Kanı başladı sıfırdan başladı. Az, az, bəli. Nə demişdi? Deyirmişdi kiçiklərin özlərinin, baxın, dırnan t kiçikdir özün, böyüklərin də nəyin? Say. Bu say. Bəli, bu da belə. Əgər A-la Z-in arasındadsa bunlar demək böyükdür. Sayını çap edib. A-la Z kiçikdir. Onların da özlərin versiyasını əlavə etdim və çap etmiş oldum. Keçək növbəti axırıncı sual. Klaviaturada daxil edilen sətirdə bütün Z simvollarını A, D simvollar ise K ile əvəzləyib digər simvolların olduğu kimi çap edir. Yəni, tutalım ki, elə bax bu sözcüğünüzü girişə verib. Gəlir, bir müraciət edir. Bu sətrə müraciət edir. Bütün Z simvollarına A. D simvollar ise geldi gördü ki bu D'dır. Gelir baxır. Deyir ki, əgərləri for i in eləyib, gəldi i, götürdü nəyi? D-ni. D-ni götürdü. Deyir, D bərabərdirmi? Misal şu nəyə? Z-də. Z-də. Deyir, yox. D Z-də bərabər deyil. D simvollarını isə K-la əvəz edir. Onda deyir bu D-ni nənə əvəz edir? K-la əvəz edir. Geldi bu birisi D-ni də gördük ki, Z-də bərabər deyil. K-la əvəz edir. K ilə əvəzləyir. Digərlərdə olduğu kimi. Demək Z-ləri biz A-la əvəz edəcək. D-lərdə K-la. Qalan K-da, B-də olduğu kimi qalacaq. Gəlin indi proqramda yazaq. Demək, bir sətr yenə daxil edirik. Sətrimizi daxil etdik. Sonra bir dənə boş sətr verirəm. B bərabər deyib boş sətr. Sonra gəlirəm bir həmin sətrə müraciət edirəm. Deyirəm ki, əgərləri i bərabərdirsə nəyə? Z-də. Ondan bir dəqiqə. Z-də bərabərdirsə onda S plus nə ilə əvəzlə demişdim? Z-i A-la əvəzlə. A-la əvəz edirik. Sonra gəlib deyirəm Elif əgərləri i bərabərdirsə nəyə? D-yə. Onda
Dedi neyle əvəzlə? S bərabər S plus K deyirsən. K-nın əvəzlə. K-nın əvəzlə. Else isə yəni özü ilə əvəz elə. S bərabər S plus I. Özü ilə əvəz edirik. Print, yes. Ve kırmızı. 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 Bir beraber diye biz beraber de istiyoruz. Hadi gidesin. Ha, neden isteyin? Cəmləmə həmişə biz S-dən istifadə edirik. Əlimə düşüb S-dən yazıram. Kırmızı. Gördüğünüz gibi kırdı. Görəndə K-nın əvəzlədi. K olduğu kimi qaldı. Burada olduğu kimi qaldı. Z-ını da görəndə nə əvəzlədi? A-nı əvəz etmiş oldu. Əziz abituriyentlər, sizdən sizdən siyahılar, sətirlər və funksiyalar bölməsinin sətirlər və onlar üzərində əməllər, siyahılar və onlar üzərində əməllər və funksiya bölməsinin ətraflı tapşırıqlarının hər birinə bir baxdıq. Ümid edirəm ki, videomuz sizin üçün yararlı oldu. Növbəti dərslərdə görüşmək ümidi ilə. Hələlik.